Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Həmişə olduğu kimi yenə də yeni bir mənzillə sizin qarşınızdayım. Mənzil yerləşir Əhmədlidə, Ukrayna dairəsinə yaxın 9 mərtəbəli binada yerləşir. 5 otaqlı mənzildir. Tam əşyalı, hazır bir mənzildir. Yəni əlavə nə isə almağa ehtiyac yoxdur. Sadəcə gəlib yaşamaq qalır. İndi mən mənzildə olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Dediyim kimi geniş 5 otaqlı mənzildir, çiçək proyektdir. Bura bizim giriş qapısıdır. Daxil olduqda solda bu hissədə şkafımız var. Döşəməsi parketli mənzildə ümumilikdə işıqlandırmada spotlardan istifadə olunub, əlavə olaraq lüstr da var. Otaqların yerləşməsini nəzərə çatdırın. Burada gördünüz artıq mənzilin qonaq otağıdır. Solda bir yataq otağı, ikinci yataq otağı, üçüncü yataq otağı, orada mənzilin mətbəxi, digər yataq otağı orada və sanitar qovşaqlar. İstir sistemi kombidi görsüz radiatorlarda qoyulub hazırdır. Artıq gördünüz bura dediyim kimi mənzilin qonaq otağıdır. Proyekti bilənlər bilir, yəqin ki, izah eləməyə ehtiyac yoxdur. Əşyaları ümumiyyətlə göstərin, mənzildə nə var? 8 nəfərlik böyük masamız, künc divanı, orada televizorumuz var. İşıqlandırma deməli üstü spotlardan istifadə olunub. Ümumilikdə mebel dəstini göstərim sizə. Bu hissədən də, əks tərəfdən də yaxşı təmiri var, keyfiyyətli təmirdir. Onu nəzərinizə çatdırım. İnşallah bunu canlı baxanda da şahid olacaqsınız. Buradan mən sizə göstərim. Əsas yataq otağını belə deyim. Ölçü olaraq demək olar, qonaq otağı ilə eyni ölçüyə malikdir. Dediyim kimi otaqlarda döşəmə parketdir. Burada da yataq dəstimizi görürsünüz. Dediyim kimi hər şey qiymətə daxildir. Kondisioner də var bu hissədə. Yəni otaqları ümumi olaraq göstərirəm. Orada eyvanıdır. Çıxışda mənzilin mətbəxindəndir. İndi oranı göstərəcəm sizə. Yəni otaqlarda ümumilikdə təmir eynidir, sadəcə müəyyən rənglərdə fərqlər var, divar kağızlarının və ya digərlərində. Bura isə mənzilin ikinci yataq otağıdır. Yəni buranı uşaq otağı kimi də istifadə edə bilərsiniz, yəni ev sahibi elə istifadə edir, ona görə deyirəm. Tavanda alçaq fiqurlar görürsünüz, dediyim kimi lüstr spot, radiatorlar hamısı var. Nəzərdə çatdırın ki, yer çəkən, yəni skvaznoy mənzildir, hər iki tərəfə də baxır, həm yola, həm həyət istiqamətində. Sənədlər də təbii ki, qaydasındadır, çıxarışı, yəni kupçada mövcuddur. Buradan keçirik mənzilin mətbəx hissəsidir. Ölçü olaraq çox genişdir, onu nəzərə çatdırım. Bayaq dediyim mənzilin balaca eyvanına. Buradan da çıxış var. Bura görürsünüz, Neapol istiqamətindən qalxan yoldur. Qalxanda yolun sağında yerləşir, Ukrayna dairəsindən qalxanda. Mətbəx mebelini göstərim. Tam axıra kimi yığılıb görürsünüz. Yuxarı hissələr də şkaflı, yəni şkafı kifayət qədərdir. Soyuducu, paltaryan, qavyan, bunların da hamısı var. Əks tərəfdən də göstərim bir daha tavan hissəni də. Buradan keçirik mənzilin üçüncü yataq otağına. Nəzərə çatdırım ki, buradan da mənzilin digər eyvanına çıxış var. O eyvan isə qapalıdır. Ev sahibi elə gedib, yəni dediyim kimi həyət istiqamətinə baxan tərəfdir. Buranı da ümumi olaraq göstərim. Burada isə yerləşir mənzilin sanitar qovşaqları. Yəni tam hazır mənzildir, yaşayışlı mənzildir. Ona görə təkrara yol vermək istəmirəm, yəni sadəcə ümumi olaraq göstərirəm. Keçək mən 4-cü yataq otağını da göstərim, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə dediyim kimi mənzilin 4-cü yataq otağıdır. Yəni buranı da uşaq otağı kimi istifadə edə bilərsiniz. Yəni 4 yataq otağı var. Yəni kifayət qədər geniş ölçüsü də var dediyim kimi. Burada da mebellər yığılıb. Yəni uşaq otağına uyğun burada yazı masası, yəni televizorumuz olaraq göstərim. Belə mən demək olar hər şeyi sizə göstərdim, məlumatları bir daha nəzər çatdırım. Yerləşir Ukrayna Əhmədlidə, Ukrayna dairəsinə yaxın 9 mərtəbəli binanın 6-cı mərtəbəsindədir. Geniş 5 otaqlı mənzildir. Yer çəkən skvaznoy proyektə malikdir. Yəni bilirsiniz, bu da üstünlükdür. Ümumilikdə mənzillərdə orta blokda yerləşir, yəni küncdə deyil. Sənədləri qaydasındadır, çıxarış, yəni kupsa da mövcuddur. Gördüyünüz şəkildə satılır bütün mebel, texnika, hər bir şey qiymətə daxildir və mənzilin start olaraq qiyməti 225 min manat təyin olunur. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.